Həblə sizin canınızı yiyeyim. Mən Şəkiyə sadəcə gəzməyə gəlmişdim. Amma burada elə bir şey yaşadım ki, videoya sona qədər baxmadan başa düşməyəcəksiniz. Qubadan start veririk yurdum turla. Dostum yanımda, bu yol bizi hara aparacağını bilmədiyimiz bir maceraya. Şəkiyə gedirik birinci gün. Əfsanə xanım. Gedirik. Səyahətimiz başlayır, bu yolun bir qəhrəmanı var. Sürücümüz elə sürür ki, sadəcə arxaya yaslanıb enjoy edirsən. Bu seher güneş nur yere eyler bir tezen adı başlar dünya o yani güneş o ya. Fasilə veririk və yurdum tur ac qoymur. Səhər narı hazır, fuq enerji yola davam. Yurdum turun səyahəti necə keçir? Melissimo. Melissimo. Və gəldik gözəl Şəkimizə. Bura sadəcə şəhər deyil, burada hər daşın öz hekayəsi var. Və bu hekayələrin ən möhtəşəmi Şəki Xan Sarayıdır. 18-ci əsrdən qalan bu incə sənət əsəri, şəbəkə pəncərələri, divar rəsmləri ilə sanki tarixi danışır. İçəri girdikcə anlayırsan ki, bura sadəcə saray deyil, bir dövrün ruhudur. Bəli, zaman keçib, əsrlər dəyişib, amma bu gözəllik hələ də nəfəs alır. Şəki şəhəri bir möhtəşəmdir. Melissimo. Dəyərli izləyicilərimiz, bura isə Şəki sənətkarlar evi. Və budur, Şəki sənətkarlar evi. Burada hər əl işi sadəcə sənət deyil, bir ömrün izi, bir tarixi nəfəsidir. Burada sənət danışmır, hiss olunur. Hamısı əl işləridir. İşlər, bu xanımın işləri, adam qızandan tanımağa deyil, bunlar tigmələr, xanımın işləridir. Kimdir, adı nədir? Güləndam xanım bir neçə dəfə Güləndamla da görüşübdü, fakt rastlamada var. Güləndam xanıma bu ailəsinə aiddir. Xanım özü də o xanımlar. Salam aleyküm, çox sağ olun. Hamısı təbii ağaçlarında, ağacında və bənlərdə. Maşallah. Azərbaycana uyan, Azərbaycana uyan, Canan şirən babəkəm, yabiyan kara. Həblis Cəzozi. Dostlar, bura isə Şəkinin Kərvansarayıdır. Və gəldik Şəki Kərvansarayına. Bir zamanlar kərvanların dayanıb nəfəs aldığı yer. İndi isə biz o tarixə qonağıq. Bu divarlar minlərlə yolcunun hekayəsini görüb və indi biz o hekayənin içindəyik. Bura gələndə başa düşdüm ki, səyahətə təkcə getmək deyil, bəzən keçmişə qayıtmaqdır. Dostlar, mən həqiqətən Şəki şəhərini bu qədər qədimi, bu qədər möhtəşəm olduğunu bilmirdim. Bir sözlə, Melissimo. Biraz əvvəl gəzirdik, indi isə dayanıb hiss edirik. İmam Əli məscidi. Vibe tamam fərqlidir. Qədimi divarlar, sakit bir aura və qarşımda Şəkinin məşhur pitisi. Old Town restoran insanın ruhunu dincəldir. Şəki. Mən bu şəhəri və insanlarını ürəkdən bəyəndim. Burada keçirdiyim hər an sanki məni başqa bir zamana apardı. Daha sakit, daha səmimi, daha həqiqi bir həyata. Bu gözəl səyahəti mənim üçün unudulmaz edən hər kəsə sonsuz təşəkkür edirəm. Xüsusilə Əfsanə xanıma. Qayğısı, diqqəti və enerjisi ilə bu yolu daha da gözəl etdiyi üçün. Bizimlə birgə gələn həmyerlilərimə bu anları daha maraqlı və yadda qalan etdiklərinə görə. Və əlbəttə ki, yurdum tur. Bu səfəri belə yüksək səviyyədə təşkil etdiyiniz üçün sizə minnətdaram. Dostum Məhərrəmə isə ayrıca təşəkkür edirəm. Bu yolun ən səmimi hissəsi olduğu üçün. Şəki mənim üçün sadəcə bir səyahət olmadı. Bu şəhər həyatımda iz qoydu.
Mənə yeni hisslər yaşatdı, dəyər qatdı və bilirəm ki, bu son deyil, bu sadəcə başlanğıcdır.